Salam əziz dostlar, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə Minecraftda oturum necə açılır, hesabımız necə idarə olunur, əvvəl istifadə etdiyimiz oturumu təzədən necə istifadə edirik kimi suallarınıza cavab deyəcəm. Bildiyiniz kimi mən oturum açma necə olunur çəkmişdim. Hətta sizdə karta çıxır, ona da tıklayıb baxa bilərsiniz. Hər nəsə. İndi 2025-ci ildəyik, onu mən 2024-də çəkmişdim. 2025-ci ildə təzədən çəkirəm o videonu. Amma bu səfər daha geniş izah edəcəm sizə. İlk olaraq oturumun nə olduğunu sizə başlayacağım. Oturum dostlarınızla birləşib oynamaq üçün xüsusi bir addır. Niyə belə qoyublarsa adını. Oturum olmasa birləşib oynaya bilmərsiniz. İndi mən oturum açmışam. Buna görə oturumu bağlayıram. Oturumu bağlamaq üçün hesaba gəldik. Burada Microsoft hesabından çıxışa basırıq. Oturumu bağla düyməsinə basırıq. Bu dəqiqə bağlanacaq. Tada, bağlandı. Təkə belə baxmayın. Oturma düyməsi gəldi. Profilimə təzədən girəndə gördüyünüz kimi Microsoft ilə oturma üçün deyir. Hər nəsə. Oturma düyməsinə basırıq. İndi oturma üçün. Daxil olaq. Mən daha öncədən oturum açdığım üçün olmayacaq. Amma siz davam edib basıram. Mən oturum açmışam. Başqa hesab ilə daxil oluna basıram mən. Sizdə belə bir panel açılmayacaq, qorxmayın. Bura e-poçtanızı yazırsınız. Yəni daha öncə istifadə etdiyiniz adı. Birini yarada da basa bilərsiniz. Növbəti parol. Parol listəsini mən sansürləyəcəm. Bəli. Yazdıq. Növbəti. Yazandan sonra sizə bir dənə test gələcək, amma mən daha öncədən girdiyim üçün o testdə elədiyim üçün videoda eləmişdim onları yuxarıda kartda. Getdik. Hesaba bağlanır deyir. Ve hesaba bağlandık. İndi. Səsim bitdi. Hesabımıza təzədən giririk. Burada adımızı dəyişdirmək istəyirik. Baxın, adımızı dəyişdirə basırıq. Yəni etiketi dəyişdir. Biz belə bir sayta şunlayacaq. Buraya istədiyiniz adı yazırsınız. Bunu daha önceden istifadə etdiyim üçün olmur. Bir yazıram mən məsələn. İstədiyiniz adı yaza bilərsiniz, amma elə eləyin ki, daha öncədən bu ad istifadə olunmamış olsun. Bu düyməyə basırsınız. İndi hesabımızı daxil olmaq istəyirik. Nələr eləmişik onu görmək istəyirsə hesab düyməsinə basırıq. Buraya girəndə belə olmayacaq. Amma mən daha öncədən girdiyim üçün olur. Burada Expression Profile düyməsinə basırıq. Bizi öz Xbox deməli, hər nəsə profil aşınır. Bunu online edək. Dəqiqə gördüyünüz kimi 370 Minecraft pulum var. Adım budur. İstəsəniz baxın, burada şəkil dəyişdirə bilirsiniz. Yəni pis şəkil qoydunuz, deyirsiniz, o bəyənmədim bu şəkil. Baxın, burada istədiyiniz şəkili seçib dəyişdirə bilirsiniz. Sadəcə üstünə basmağınız bəsdir. Mesela mən dəyişdirim də neçə vaxt yeni şəkildəyik. Yuxarılara. Mesela mən onun mavisini seçəcəm bu səfər. Dəyişdirdik şəkli.
Burada dostlarımızı görə bilirik, bizi izləyənləri görə bilirik. Hər nəsə də belə. Sonra Minecraftda gel. Hər nəsə dostlarım, videom belə qədər olsun. Bilirəm sizə yararlı bir video çəkdim. Gələcək videolarda görüşərik. Sağ olun, salamat qalın.